Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bugünkü videomda sizlər üçün hazırlaması çox tez və asan başa gələn evdə olan ərzaqlarla yumuşaq, çox dadlı, ləzzətli məktəbli bulkaları hazırlayıram. Xəmir üçün bizə lazımdır 1 stəkan, yəni 200 ml ilıq su, üzərinə əlavə edirik 1 xörək qaşığı quru maya və bura ümumilikdə xəmir üçün bizə lazımdır 140 qram şəkər tozu. Bu da stəkandan 1 baş barmağı əski şəkər tozu eləyir. Şəkər tozundan 1 xörək qaşığı əlavə edirik mayanın üzərinə və ümumilikdə götürdüyümüz 870 qram undan da 3 xörək qaşığına kimi əlavə edib bunları yaxşı-yaxşı qarışdırırıq. Üzərin bir çay dəsmalı ilə örtüb bir 10-15 dəqiqə gözləyirik ki, mayamız aktivləşsin. Mayamız aktivləşdikdən sonra mayanın üzərinə 140 ml, yenə də stəkandan 1 baş barmağı əski duru yağ, qarğıdalı yağı əlavə edirik. Yarım çay qaşığı duz əlavə edirik və 3 ədəd yumurtanın da ağını sarısından ayırırıq. Yumurtanın ağlarını əlavə edirik xəmirin içərisinə, sarılarını da üzərlərinə çəkmək üçün saxlayırıq. Və 1 paket vanil, bir də unumuzu hissə-hissə əlavə edərək yumuşaq, ələ yapışmayan bir xəmir yoğururuq. Əvvəlcə gördüyünüz kimi unu hissə-hissə əlavə edirəm. Hər zaman reseptdə olan un miqdarını çalışın ki, hissə-hissə əlavə edin xəmirin içərisinə. Çünki bulkaların yumuşaq alınması üçün xəmir mütləq yumuşaq yoğurulmalıdır. Unların da növlərindən asılı olaraq az və ya artıq işlənə bilər. Ona görə hər zaman reseptdə yazılan un miqdarını bir dəfəyə xəmirin içərisinə əlavə etməyin. Hissə-hissə əlavə edərək yumuşaq, ələ yapışmayan bir xəmir yoğururuq. Xəmir əvvəlcə duru olduqda biraz qaşıqla qarışdırırıq və artıq bir qədər qatlaşdıqda xəmirimizi əllə yoğurmağa başlayırıq. Gördüyünüz kimi mən də burada xəmirimi əllə yoğurarkən unumu hissə-hissə əlavə edib xəmirimi yoğurdum. Ümumilikdə 870 qram undan istifadə etdim. Bu da 200 ml stəkan ölçüsü ilə 6 stəkan yarımdan hardasa 1 xörək qaşığı artıq un eləyir. Qeyd etdiyim kimi unu hər zaman çalışın hissə-hissə az-az əlavə edin, xəmiri yoğurun. Çünki unlar müxtəlif olur. 1-2 xörək qaşığı az və ya çox istifadə oluna bilər. Ən sonda da biraz baxdım xəmir əlimə yapışır. Hardasa 1 çay qaşığına kimi də duru yağ əlavə etdim və xəmirimin üzərini örtdüm. Xəmiri mütləq 1 saat yarım mayalanmağa qoyuruq. Mən qalın bükdüm, 1 saat müddətində xəmirim çox gözəl mayalandı. Xəmirdən maya qoxusunun gəlməmək üçün əvvəlcə xəmirin bir qədər havasını alırıq. Burada mən artıq yağdan istifadə etmədim, sadəcə undan istifadə edirəm. Biraz masanın üzərinə un əlavə edirəm və xəmirimi bir dəfə də gördüyünüz kimi belə havasını alıram. Videonu da izlədikdə xəmirin yumuşaqlığını görürsünüz. Xəmiri mütləq bu cür yumuşaq edin ki, bulkalarınız da yumuşaq alınsın. Xəmirimi 100 qramlıq kündələrə böldüm və bu reseptlə məndə 16 ədəd iri ölçüdə bulkalar alındı. Tərəziniz varsa sizlər də tərəzidə bölə bilərsiniz, yoxdursa gözə yarı olaraq da kündələrə bölə bilərsiniz. Xəmiri 100 qramlıq hissələrə bölürəm və bunları ovcumun içərisində kündələdikdən sonra bir padnosun içərisinə də biraz un səpib kündələri yığıram və kündələrin üzərində salafanla örtüb mütləq bir 15-20 dəqiqə gözlədirəm ki, kündələrin alsınlar ki, yayıb forma verərkən rahatlıqla forma vermək olsun. Dəyərli izləyicilərim, kim hardan videomuzu izləyirsə, hər birinizdən çox xahiş edirəm ki, videolarımızı izləyərkən saniyənizi ayırıb, videoları bəyənib, yaxınlarınızla paylaşmağı unutmayın. Mütləq videoları bəyənin. Əgər bəyənmə sayı çox olarsa, videolarımız çox insanların qarşısına çıxar və kanalımızın böyüməsində də sizlər mənə bu cür dəstək olmuş olarsınız. Xəmir kündəsini alan müddətdə də mən üzəri üçün umac hazırlayıram. Burada 35 qram ev temperaturunda tam yumşalmış kər yağı götürdüm. Üzərinə 2 xörək qaşığı dolu şəkər tozu və 4 xörək qaşığı dolu un əlavə etdim. Umacı hazırladım və bunu da bir kənara qoyuram. İçilik üçün də mən həm şokolad yağından, həm də ki cemdən istifadə edəcəm. Mənim istifadə etdiyim cem biraz duru olduğu üçün mən üzərinə 1 xörək qaşığı qarğıdalı nişastası əlavə etdim. Qarışdırdım ki, bulkalar bişərkən cem kənarlarından süzülməsin. Çünki cem nə qədər qatı olarsa, o qədər də yaxşı olar. Mən ərik cemindən istifadə etdim. Ərik cemi biraz duru idi, ona görə nişastadan istifadə etdim. Sizlər də istədiyiniz cemdən istifadə edə bilərsiniz. Heyva cemi olsun, alma cemi olsun. Nə əlinizin altında varsa istifadə edə bilərsiniz. Və gördüyünüz kimi kündələri bir-bir götürürəm. Üzərlərinə, alt hissəsinə çox az belə un vuraraq biraz uzunsov şəkildə yayıram. Yaydıqdan sonra
İçlikdən 1 xörək qaşığı. Yəni çox əlavə etmirəm. 1 xörək qaşığı belə gördüyünüz kimi tən orta hissədən əlavə edirəm və bunun baxın görürsüz kənar hissələrini gətirirəm, ortada birləşdirirəm. Və bu hissəni biraz möhkəm birləşdirirəm və birləşdirdikdən sonra üzərindən də biraz belə əlimizlə yaslayıb və 2 hissəyə qatlayırıq. Gördüyünüz kimi bu uç hissəndə biraz alt hissəyə salıram və beləcə məsafəli şəkildə hamısını düzəldərək listimizə yığıram. Listə düzərkən də mütləq çalışın ki, məsafəli şəkildə düzün. Çünki həm listin içərisində qalıb mayalanacaq, sobada bişərkən də qəşəng şişəcəklər, bir-birinə çox yapışmasınlar. Ona görə mütləq məsafəli şəkildə düzmək lazımdır. İçlik olaraq istədiyiniz içlikdən istifadə edə bilərsiniz. Burada həm cem olsun, həm kəsmik olsun, şokolad yağı olsun, adi kişmiş olsun və ya sadə formada da bişirə bilərsiniz. Möhtəşəm bir xəmirdir. Yumuşaq pambıq qədər çox gözəl bir bulka alınır. Mən də burada həm cemli, həm şokoladla etdim. Hər ikisi də çox gözəl alındılar. Kimin ki evladı məktəbə gedir, evladlarınız üçün hazırlaya bilərsiniz. Çox rahat, çox tez başa gəlir və bir qədər də fərqli bükümdə çox gözəl bulkalar alınır. İnanın ki, satışda bu cür ləzzətli, dadlı bulkalara rast gələ bilməzsiniz. Baha marketlərdən almaqdansa özünüz evdə bu cür hazırlayın. Həm sağlıqlı olur, həm də özünüz tərkibini bilirsiniz ki, necə hazırlayırsınız, öz əlinizdən çıxır və çox gözəl alınır. İnanın ki, möhtəşəm bir reseptdir. Həqiqətən də mütləq bu resepti hazırlayın, qətiyyən peşman olmazsınız. Və beləcə gördüyünüz kimi, dəyərli izləyicilərim, hamısını bu üsulla hazırladım. Qeyd etdiyim kimi, mən 2 içlikdən istifadə etdim. Həm cemdən, həm də şokolad yağından. Sizlər də istəyə görə, ağız dadına görə istədiyiniz içlikdən istifadə edə bilərsiniz. Düzəldib hamısını listə düzdükdən sonra mütləq listin içərisində də bir 25-30 dəqiqə müddətində gözlətmək lazımdır. Çünki nə qədər xəmir qəşəng öz kündəsini alarsa, şişərsə, onda bişərkən də çox gözəl alınacaqlar. İlk hazırladıqlarımdan başlayıram. Çünki artıq kündələrin alıblar. Xəmir qəşəng şişib. Bu cür şişdikdə artıq mən mətbəx qayçısı götürmüşəm burada. Gördüyünüz kimi xəmirin yalnız kənarlarını çox yox, azca belə kəsirəm. Çox kəsməyin ki, kənar hissələrdən cemdir, məsələn, süzülməsin bişərkən. Ona görə çox az belə kəsik atıram. Bu cür olduqda da bulkalar bişərkən çox gözəl görünür. Yəni bu kəsim də bulkalara çox gözəl görünüş vermiş olur. Və ayırdığımız 3 yumurta sarısı var. Həmin o 3 yumurta sarısına da 1 xörək qaşığı duru yağ əlavə edib qarışdırıram və bunu da çəkirəm bulkaların üzərinə. Sobanı artıq öncədən yandırmışam. Mən bulkaları 180 dərəcədə konveksiya rejimində bişirirəm, sobanın ən aşağı gözündə və yumurta sarısının üzərinə çəkdikdən sonra hazırladığım bu umac içliyində əlavə edirəm üzərinə. Bol-bol da əlavə edə bilərsiniz, çünki biraz məndə artıq qaldı, biraz az səpdim, amma elə bolluca da səpə bilərsiniz. Bu da çox qəşəng həm görünüş, həm dad vermiş olur bulkalara. Qeyd etdiyim kimi, öncədən isidilmiş sobamızda mən konveksiya rejimində 180 dərəcədə 25 dəqiqə müddətində bulkalarımızı xına kimi qıpqırmızı qızaranadək bişirib götürdüm. Sizlər adi konveksiyasız sobalarda 190-200 dərəcə arasında bişirə bilərsiniz. Bulkalar tam 25 dəqiqə müddətində bişib hazır olurlar. Sobadan ilk çıxardan kimi üzərlərinə bir təmiz çay dəsmalı atıram. Bir 5 dəqiqə gözləyirəm. 5 dəqiqədən sonra həmin o çay dəsmalını bulkaların üzərindən götürdükdə görəcəksiniz ki, bulkalar daha da yumuşalır. Baxın, bu artıq ikinci listimdir. Qaynar olduğu üçün onun üzərini örtürəm. Amma bu ilk listimdə artıq soyuyublar bulkalar. Görün necə gözəl alınıblar. Xına kimi qıpqırmızı qızarıblar. İri ölçüdə, iri həcmdə, inanın ki, möhtəşəm, ətirli, çox ləzzətli, pambıq qədər yumuşaq bulkalarım alınıb. Səhər süfrəsinə də hazırlaya bilərsiniz. Məktəbə gedən övladlarınız üçün də hazırlaya bilərsiniz. İnanın ki, bu cür bulkalar, yenə də qeyd edirəm, satışda belə yoxdur. Özünüz hazırlayın. İçinin gözəlliyinə baxın, görün necə gözəl pişib. Xəmirin içərisi möhtəşəmdir.
pambıq qədər yumyumuşaq, çox ləzzətlidirlər. Bunlar cemli olanlardır. İnanın ki, hər ikisi bir-birindən ləzzətlidir. Həm şokoladlı, həm cemli içliklə, hər iki içliklə çox dadlı alınır. Hətta bu bulkaların içliyini sizlər alma ilə də hazırlaya bilərsiniz. Almanın qabıqlarını soyursunuz və sütkəcin iri gözündən keçirdib üzərinə şəkər tozu əlavə edib suyu demək quruyana-dək bişirirsiniz. Biraz da kərə yağı içərisinə əlavə edə bilərsiniz. Almanın suyu quruyana-dək bişirirsiniz və ocaqdan götürürsünüz. Ocaqdan götürdükdən sonra üzərinə biraz da darçın əlavə edirsiniz və içlik tam soyduqdan sonra bulkaların içiyinə əlavə edib bu cür də bişirə bilərsiniz. Baxın, bu da şokoladlı olan içlikdir. Bu hələ soyumayıb, qaynar-qaynar kəsdim. Gördüyünüz kimi xəmir möhtəşəmdir, çox gözəl bişib, qətiyyən xəmir qalmayıb. Bulkalar özü də pambıq qədər yumyumuşaq bulkalardır. Göz haqqınızı halal edin. Mütləq sizlər də hazırlayın. Videonu bəyənib yaxınlarınızla paylaşmağı unutmayın. Sağ olun, salamat qalın.